Yeməkdən sonra halsızlaşırsınızsa, bu videoya mütləq axıra qədər baxın. Əziz dostlar, videonu bəyənərək izləməyi sizdən xahiş edirəm. Bu mənim üçün çox vacibdir. Yemək insana enerji verməlidir. Amma bəzi adamlar yemək yeyəndən sonra əksinə, onları yuxu basır, iş görmək istəmirlər. Bu hal xüsusilə ağır yeməklərdən sonra olursa, diqqətli olmaq lazımdır. Çünki belə qidalar qanda şəkəri sürətlə qaldırır. Şəkər birdən qalxanda isə onu aşağı salmaq üçün bədən daha çox insulin ifraz eləyir. Bu vəziyyət tez-tez təkrarlansa, insulin dirənci, qarın piylənməsi, qaraciyər yağlanması və maddələr mübadiləsi problemi ilə bağlı ola bilər. Nə eləmək lazımdır? Birinci, yeməyi təkcə çörək, düyü, kartof, makaron üstündə qurmayın. İkinci, boşqaba mütləq protein əlavə eləyin. Yumurta, ət, balıq, qatıq, toyuq. 3 tərəvəzi artırın. Lif, şəkərin qana birdən qarışmasını ləngidir. Dördüncü, yeməkdən sonra uzanmayın. Heç olmasa 15-20 dəqiqə gəzin. Əgər yeməkdən sonra halsızlıqla yanaşı qarın piylənməsi, şirniyyata meyillilik, tez-tez aclıq və qaraciyər yağlanması da varsa, əlavə dəstək kimi alfa-xrom istifadə oluna bilər. Alfa-xrom dərman deyil, qida əlavəsidir. Tərkibində xrom və alfa-lipoik turşusu var. Xrom insulinə həssaslığı artırmağa, iştahanı və şirniyyata meyilliliyi azaltmağa dəstək olur. Alfa-lipoik turşusu isə maddələr mübadiləsinə, yağların enerjiyə çevrilməsinə, qaraciyər və qarın nahiyəsində toplanan piylərin azalmasına dəstək olur. Qəbul qaydası da sadədir. Gündə 2 dəfə yeməkdən yarım saat əvvəl. İtaliya istehsalıdır, keyfiyyətindən əmin ola bilərsiniz. Əksər apteklərdən də əldə etmək mümkündür.